Salam değerli izleyiciler, Bakı TV kanalının izleyicileri 28 molun 28 may metrosunun düz çıxışında möhtəşəm mənzil təqdim edəcəm sizə. Bu mənzilin açarıdır, bu mənzil sizin ola bilər. On 16 mərtəbəli gözəl bir komplekslik. 7-ci mərtəbəsində 136 kvadrat möhtəşəm təmir olunmuş və əşyalı, texnikalı, bir gündə belə olsun yaşayış olmamış mənzilin təqdimatına gəlmişik. Gəlin sizə proyekti izah edeyim, sonra qaydağı təmirdən, dizayndan danışacağım sizə. Giriş qapısı dəyişdirilib, ən keyfiyyətli giriş qapılarından istifadə olunub və iç tərəfdən qapıların üzünə uyğun üzlənib. Qonaq otağı buradadır. Təmirdən danışacağım. Mətbəx, uşaq yataq otağı, ümumi sanitar qoşağı, burada yerləşir çamaşır otağı, əsas yataq otağı və daxilində hamam otağı var. Xol hissəsi, lazer kəsim qranitlər, pollar, isti pol. Qapıdan girən kimi sol tərəfdə domofon sistemi yerləşir. Burada açarlı, boy, patoloka kimi, tavan hündürlüyünə kimi düzgümüz yerləşib və oturub ayaqqabılarını soyunmağa yer. Sağ tərəfdə gözəl qardrob mebelimiz yığılıb, spolyen divar içidir və yanları güzgü taxta işləmələrdir, ortası şüşə və içi led işıqlarla bəzədilib. Patolok işləmələri, lüstr, spot, gizli işıqlar mənzili daha möhtəşəm görsənir. Yerdəki lazer kəsim qranitlərlə patolokdakı qara kantlar bir-birini tamamlayır. Və xol hissəsinin hubusi hissəsi. Daraq işləmələr, güzgü işləmələr və ortası mərmər effektli Venesiya boyalarından istifadə olunub. Mənzildə gördüyünüz hamısı əl işidir. Belə deyim, abo işləməsi yoxdur. Məxmər boyalar, Venesiya boyalar və kumlu boyalardan, travert işləmələrdən istifadə olunub. Sol tərəfdə bir dənə də burada qardrob mebeli divarçı yerləşdirilib və xol hissəsinin elindən tutmayıb, bu qalıb divarın içində. İçin göstərək, dərin, geniş, 60 sm-dan artıq dərinliyi var və sağ tərəfdə yenə də qardrob mebelinə uyğun led işıqlarla, şüşə işləmələr və led işıqlarla bəzədilib. Gözəl əl işləri tablolardan istifadə olunub və bu tablolardan sifariş eləmək istəsəz, indi altdakı nömrələrə zəng edin. Bu tablolar da yaxın dostumuzun əl işləridir, mənzildə asılıb. Xol hissəsinin ikinci hissəsi. Yataq otaqlarına gedən bir hissəsidir. Burada da patolog işləmələrimiz də var. Reys işıqlar, gizli işıqlar, spotlar və burada qranit istik döşəmədir, lazer kəsim qranitlərdir. Yəni elə göstərdiyim kimi də mənzilimizi gəzəyin xol hissəsindən ətraflı danışdım sizə.
və qonaq otağı. Ətraflı bir göstərək qonaq otağımızı. Qapıdan girdik, sol tərəfdə belə bir künc divanımız dayanıb, yumşaq dəstlərdir. Ortasında jurnalni, gözəl tvistentimiz yığılıb, şkaflar, şüşə işləmələr, içi led işıqlarla və böyük ölçülü televizor asılıb. Yanları yerində güzgü işləmələr, mərmər effektli panellərdən istifadə olunub, taxta işləmələr mənzili daha da gözəl göstərir. Patloq işləmələrimizdə lüstr, spot, gizli işıqlar, çox işıqlı mənzil, ağ rənglərdən çox istifadə olunub, mənzil çox işıqlıdır. Yenə də gözəl tablolarımız sol tərəf. Travert işləmələrdir, bunlar da hamısı əl işləridir, abo işləmə deyil. Arası qara kantlarla və güzgülərlə bəzədilib. Gözəl buralardan istifadə olunub və qonaq otağının baş tərəfi. Burada yerləşir 6 nəfərlik masa, stullardan əlavə istəsəz, buranı 8 nəfərə qaldıra bilərsiniz. Yəni masa sayını 8-10 nəfərə də qaldırmaq olar yerimiz var. Burada da əlavə stol üçün lüstr asılıb. Mənzildə bütün otaqlar daxil olmaqla qonaq otağında da AUX markalı kondisionerlərdən istifadə olunub. Və sol tərəfdə belə bir şkaflar yığılıb və aksesuarlarla gözəl bəzədilib. Belə qonaq otağından bu qədər. Gəlin davam eləyək. Yaddan çıxan şeylər oldu. Gəlib baxacağız mənzilə. Mətbəximiz, mətbəx mebeli sağ və sol tərəfdə yığılıb və pol hissəsindəki lazer kəsim qranitlərdir. Burada da davam edir pollar, isti pol. Patloq işləmələrimizdə var lüstr, spot, gizli işıqlar. Mətbəximizi bu tərəfdən göstərək zəhmət olmasa. Mətbəxə daxil olduq. Sağ və sol tərəf qeyd etdiyim kimi mətbəx mebeli yığılıb. Üstü tökmə mərmər, sinəli mərmər, belə bir ikili moykamız var. Burada yerləşir qaz peçi, aspirator. Hotpoint firmasına ait brend markalardır. Burada işlənən bütün Savoy texnika hamısı brend markalardır. Hotpoint markalı qabyandan istifadə olunub. Böyük ölçülü Samsung soyuducu, televizor və Samsung markalı sobalardan istifadə olunub. Ortası belə şüşə işləmələr, içi led işıqlarla yenə də bəzədilib. Mətbəxin bu birisi hissəsi 4 nəfərlik belə bir burada masamız qoyulub. İstəsəz bunu da 6 nəfərə qaldıra bilərsiniz, çünki yerimiz var. AUX markalı kondisionerlər öz yerində. Patloq işləmələrindən danışdım sizə. Spot, gizli işıq və lüstrlar mənzili daha da işıqlı göstərir. Buradan eyvana çıxışımız var. Panoramanı deyim sizə, dəniz, şəhər panoraması, mənzil tam yelçəkəndir və alov güllərinə olan panorama tam aydın şəkildə görsənir, videoda da gördünüz. Eyvanda yerləşir kombi aparatı, multisistemdir, eyni motordan bütün otaqlara paylanılır. Kondisionerlərin motoru, qaz sayğacı və isti polların kollektor sistemi eyvanımızda yerləşir. Maşın kraskası ilə işlənmiş qapılar, maqnit ruçkalar və mənzildə işlənən bütün elektrik qutuları hamısı Panasonic firmasına aiddir. Gəlin davam eləyək gəzən mənzilimizi. Bu mənzildə 3 sanitar qovşağı var. Deməli, biri yerləşir uşaq yataq otağında, biri hol hissəsində, biri də əsas yataq otağında. Ortada da çamaşır otağı yerləşir. Hamısını biz sizə bir-bir göstərəcəm. Bu da uşaq yataq otağımız. Yumşaq dəstlərlə və işıqlarla gözəl bəzədilib uşaq yataq otağımız. Belə deyim, buradan da eyvana çıxışımız var. Patloq işləmlərimizdə var. Lüstr, spot, gizli işıqlar, hol hissəsi, sanitar qovşaqlar və mətbəx xaric hamısında otaqlarda hazır laklı bambuq parketdən istifadə olunub. AUX markalı kondisioner öz yerində və burada belə bir meykabımız qoyulub. Güzgü arxası gizli işıqlarla, kitab rəfləri belə qoyulub. Buradan göstərə zəhmət olmasa hamısı aydın şəkildə görsənsin.
Twistentin yeri belə bir gözəl yığılıb. TV çıxış, internet çıxış, elektrik qutuları hamısı orijinal Panasonic'dir. Gözəl lüstrumuz, spotlar, gizli işıqlar, taxt üstü lüstrlar belə deyək, buralar deyil, bunlar lüstr formasında belə asılıb və mənzil çox işıqlıdır. Qardırov mebelimiz divarçı yığılıb, bunların yanları tikilir. Mebel burada küp qalır. Tam tavan hündürlüyünə kimi. Yanları şüşə işləmələr, led işıqlar, ortası belə bir bağlı stroylu divarçı qardırov mebelimiz var. Gəlin davam eləyək gəzər mənzilimizi. Bu otağa aid olan uşaq yataq otağına sanitar qovşağı. Gəlin bunu sizə mən yaxından göstərim. Tam daxil olan kimi üzbəüz divarçı unitazdan istifadə olunub. Üst tərəf gözəl qranitlərlə, rəflərdir belə, rəngli işıqlarla da bəzədilib. Sağ tərəfdə qurutusu, patlıq işləmələrində var. Spot, havalandırma sistemi yenə də qara kartlarla bəzədilib, alçıpan figurlardan istifadə olunub. Göy alçıpandır bunlar, yəni rütubət keçirmir. Fərqli teksturada qranitlər, duş kabini isə, duş aksesuarları sol tərəfdə belə bir gözəl bir moydadırımız yanıb, arxasında güzgü və möhtəşəm bir sanitar qovşağı düzəlib. Ümumi sanitar qovşağı qızılı rənglərlə bəzədilib, sol tərəfdə qurutusu, üzbəüzündə divarçı unitaz, gözəl qranit rəflərlə bəzədilib, geniş bir duş kabini hissə qalıb burada. Duş aksesuarları tam asılı vəziyyətdə, havalandırma sistemi, indi alçıpan figurlarla gözəl bəzədilib. Sağ tərəfdə böyük bir moydadır. Burada yenə də ikili belə bir gözəl bir dekor güzgümüz asılıb, çox möhtəşəm görsənir. Və buranın da polları fərqli teksturada qranit, istit döşəmədir. Çamaşır otağı. Tüm mebellər hamısı boy tavan hündürlüyünə kimi yığılıb və Samsung markalı böyük ölçülü paltaryandan istifadə olunub. Buranda pollar qranit, istit döşəmədir. Və qaldı əsas yataq otağı. Daxil olan kimi sol tərəfdə bu yataq otağına aid hamam otağı göstərəcəm yaxından sizə və gəlin əsas yataq otağına. Çox möhtəşəm görsənir, yumşaq dəstlər, hamısı yerləşdirilib. Arxası mərmər effektli, Venesiya boyasından istifadə olunub. Yanları güzgü işləmələr, taxtlı işləmələr, tam boy tavan hündürlüyünə kimi arxa hissəsi belə bir bəzədilib. Taxt üstü buralardan istifadə olunub, lüstr buralardır bunlar. Patlıq işləmələrində var. Lüstr, spot, gizli işıqlar və make-up. Böyük bir make-up'ımız var burada. Arxası yenə də boy tavan hündürlüyünə kimi gözəl bir güzgüdən istifadə olunub. Nasniklər, tumbalar hamısı özü yerindədir. Və bu tərəfdən də göstərək, divarçı qardırov mebelindən istifadə olunub, üzü güzgülü və içinin led işıqları söndüyü zaman içi görsənmir, ancaq işıqlar yandığı zaman paltarlar tam aydın görsənir, tavan hündürlüyünə kimi belə bir gözəl qardırov mebelimiz burada var. Gəlin bu mənzilə aid olan sanitar qovşağını da göstərim. Aukus markalı kondisionerlər yenə də bütün otaqlar mətbəxdə daxil olmaqla var. Bu otağa aid sanitar qovşağı yenə də qapıdan daxil olan kimi divarçı unitazdan istifadə olunub, sol tərəfdə qurutusu, havalandırma sistemi, yenə də alçıpan figurlar, qara kantlar hamam otağını möhtəşəm göstərir və geniş duş kabini isə, duş aksesuarları belə bir qranitlərdən istifadə olunub, çox gözəl görsənir. Sağ tərəfdə moydadır, güzgü və arxası led işıqlarla bəzədilib. Bu mənzil yerləşir 28 may metrosuna 2 dəqiqəlik piyada məsafədə. Yəni blokdan çıxdınız 28 may metrosuna daxil ola bilirsiniz. Və şəhərin tam mərkəzində 28 mola 5 dəqiqəlik piyada məsafədə 16 mərtəbəli binanın 7-ci mərtəbəsində tən orta mərtəbə 136 kvadratlı, 136-dan da biraz çoxdur. Qanuni 3 otaqlı mənzil təqdim elədim sizə. Bu mənzilin 3 sanitar qovşağı var. Yəni yataq otaqlarının ikisinin də daxilində hamam otağı var. Start olaraq qiyməti 595 min manatdır. Real alıcılara əlbəttə ki indirim var. Növbət çəkilişdə də görüşərik. Sağ olun.